Salam, hər vaxtınız xeyir olsun. Dəyərli şagirdlər, dəyərli müəllimlər, əziz izləyicilər, hər birinizi salamlayıram. Mən Xaliq Teymurov, riyaziyyat müəllimi. Bugün sizlərlə inşallah ki, funksiyalar mövzusunun burada suallarını, əsas belə deyək də, çətin suallarını və yaxud da əsas məqamlarını, funksiyalar mövzusunun gözəl burada suallar var, onların izahını verəcəm sizinlə. Bir dənə xahişim budur ki, əgər izahı bəyənsək, abunə olaq, bəyənmə düyməsini vuraq. Zəhmət olmasa. Və abunə olaq, paylaşaq, hər kəs yararlana bilsin. Çünki qarşıdan bizim imtahanlarımız gəlir, şans imtahanlarımız gəlir, birinci, ikinci qruplar üçün. Bunlar da, bu uşaqlar da, bu şagirdlərimiz də yararlana bilər bu izahlardan. İlk öncə funksiyalar mövzusuna başlamamışdan öncə mən belə bir-iki dənə xatırlatma eləmək istəyirəm. Birinci, tutaq ki, hörmətli izləyicilər, bizə məsəl üçün deyirəm, fx bərabər, y bərabərdir, fx, o da bərabərdir, x, çıxaq 3 funksiyası verilibdir. Məsəl üçün deyirəm. İndi bu funksiyanın gəlin tərsini tapaq. Tərsini tapanda nə edirik biz? Elə bir ki, bu y bərabərdir, x minus 3 funksiyasıdır da. X-in y-in yerini dəyişirəm. X bərabər olur, y çıxaq 3 olur. Buradan y-i tapsam mən, y bərabərdir, x üstə gələk 3 olmuş olur. Buradan y bərabərdir nəyə? X üstə gələk 3 olmuş olur. Bax, bu funksiya, bu funksiyanın tərsidir. Yəni, məndə fx funksiyası bu funksiya idisə, onun tərsi belə işarə olunur. Mənfi üstü 1, x, fx bərabərdir nə? X üstə gələk 3 olmuş olur. İndi burada yekun olaraq biz qayda çıxardacaq. O qaydanı sizə izah eləmək istəyirəm. Baxın, hörmətli izləyicilər. Mən tutaq ki, elə bir ki, bunun hər tərəfinə f funksiyası ilə təsir eləmək istəyirəm. Tərs funksiyanın. F mənfi 1 x. Bərabər olur nəyə? F x plus 3. Hardan? Bax, buradan. Elə bura hər tərəfi f funksiyası ilə təsir eləyirəm bura. Burada yadınızda qalsın, funksiyanın tərsi budur. Özü bir-birini aparır, funksiyanın belə deyək də, buradakı elə x-i qalır. X bərabərdir, f, x plus 3 olmuş olur. Görək doğrudan da mı bu belədir? Məndə funksiya necə idi? Məndə funksiya elə bir ki, fx bərabərdir, x çıxaq 3 funksiyası idi. Mən bunun tərsinə, f funksiyası ilə təzdən təsir eləyəndə nə aldım? X-in özünü aldım. Yəni, funksiyanın argumentini almış oluram. Bax, buradakı argumenti almış oluram. Elə bir ki, burada. Bunu necə eləmək olar? Tutaq ki, bax, burada x-in yerinə gətirib, bu ifadəni yazsam, f, x plus 3 bərabərdir. Mən sizə isbatını göstərirəm. Bərabərdir. X-in yerinə gətirib, bax, buradakı x-in yerinə. Bax, buradakı x-in yerinə mən x plus 3 yazdım. Gətirib onu burada yazıram. Harada x görürəm, yerinə həmin ifadəni yazıram. X plus 3 çıxaq 3. Bərabər oldu nəyə? X-ə. Mən yenə də neynədim? Yenə də mən bu ifadəni aldım mı? Aldım, bəli. Buradan belə nəticəyə gəlirik ki, elə bir ki, funksiyada, yəni bu qayda əsas qaydalardan biridir. Bunu yadda saxlamaq lazımdır. Tutaq ki, bizə fx funksiyası verilibsə, üzr istəyirəm, bizə dəqiqə. Bizə tutaq ki, y bərabərdir. Fx funksiyası verilibsə, o da bərabərdir. Bir a ədədidirsə, mənfi f, belə deyək də, bunun tərsi, bax, bu funksiyanın tərsi nədir? Fx funksiyasının tərsi f mənfi 1 x deməkdir. O zaman, f mənfi 1, gəl belə deyək də, gəl bunu belə, ümumi şəkildə belə deyək, daha gözəl olsun. Tutaq ki, bizə bir tərs funksiya verilibsə, f mənfi 1 x funksiyası bərabərdir bir a, elə bil fx funksiyasının tərsi verilibsə, mən bunun hər tərəfinə f funksiyası ilə təsir eləsəm, f mənfi 1 x bərabərdir f a olmuş olur. Təsir eləyəndə, bax, funksiyanın özü ilə tərsi bir-birini aparır. Apardı, nə qaldı? Qaldı, funksiyanın argumenti qalır. X bərabərdir
f(a) olmuş olur. Yəni f(a) bərabər oldu nəyə? X olmuş olur. Bax, bu qaydadan biz burada istifadə eləyəcəyik. Bir qaydamız budur. Digər qaydamız, önəmli qaydalardan biri budur. Tutaq ki, bizə y bərabərdir f(x), o da bərabərdir ax kvadrat üstə gələk bx üstə gələk c funksiyası verilibsə, burada bu funksiyanın təpə nöqtələri m, n nöqtələridir. Təpə nöqtəni tapanda, m-i tapanda nə edirik? Bax, bu m-ə simmetriya oxu da deyirlər. Simmetriya oxu. M bərabərdir mənfi b bölək 2a düsturuna hesablanır. N də bərabərdir, elə bir ki, 4ac çıxaq b kvadrat bölək 4a düsturu ilə hesablanır. Bax, bu qaydanı da bilmək daha gözəl olardı. Əslində bu qaydaları bilməliyik. Sonra davam eləyində bizim buradakı suallarımızdan davam eləyək. Diqqətlə qulaq asın və burada funksiyalar mövzusu çətin olsa da izahdan sonra hər şey aydın olacaqdır. Tutaq ki, bizə fx üstə gələk 1 bərabərdir x-in kvadratı çıxaq 2x üstə gələk 1 funksiyası verilibdir. Bizə deyir ki, fx funksiyasını tapın. Fx funksiyası bərabərdir sual. Bunu biz tapmalıyıq. Bunu necə tapırıq biz? Mən altdan yazıram. Fx üstə gələk 1 bərabərdir. Bax, bu ifadə nədir? İkədlinin kvadratıdır. 2 çıxaq 1-in mötərizə kvadratıdır. Bu qalsın yaddaşımda. İndi mən burada nə edirəm? Mən burada dəyişəni əvəz edirəm. Dəyişəni əvəz eləsək, tutaq ki, mən x plus 1-ə 1 t ədədi deyirəm. T ədədi desəm, x bərabər olur nəyə? T çıxaq 1-ə. T çıxaq 1-dirsə, bax, mən bu ifadəyə x plus 1-ə nə demişəm? T demişəm də, gətirib burada yerinə qoyuram. ft bərabərdir. ft bərabərdir. Burada x-in yerinə gətirib, bax, bu ifadəni qoyuram. T çıxaq 1, çıxaq 1-in kvadratı. Bu da bərabərdir. Bu oldu belə. T çıxaq 2-nin mötərizə kvadratı. O da bərabərdir. T-nin kvadratı çıxaq 4t üstə gələk 4 olmuş olur. İndi mən təzədən yenidən burada məndən elə bir ki, t-dir. Məndən də fx-i soruşur. Harada t görürəm, gətirib yerinə x qoyuram. Elə bir ki, olur fx bərabərdir. X-in kvadratı çıxaq 4x üstə gələk 4 olmuş olur. Hansı variantdır? Bircə dəqiqə. Aha, burada bu rəngi dəyişək. Burada elə bir D variantı orada. D variantı. Davam eləyək. Hörmətli izləyicilər, ikinci sualımızdan davam edək. İkinci sualımız belədir. Fx, elə bir ki, fx bərabərdir nəyə? X-in kvadratı çıxaq 2x üstə gələk 2. Məndən soruşur ki, jfx verilib. Buna görə j5-in ən kiçik qiymətini tapın. Elə bir j verilibdir. Fx bərabərdir 6x-in kubu çıxaq 3x-i veribdir. Bizdən nəyi soruşur? J5-i soruşur. J5 bərabərdir sual. Elə bil ki, bax, burada J5'dir. Burada da fx-dir. Təsəvvür et ki, fx elə, bax, fx-in yerinə mən gətirib 5 qoyuram. Yəni, fx-i bərabərləşdirirəm nəyə? Fx-i bərabərləşdirirəm 5-ə bərabərləşdirirəm. Bərabərləşdirsəm görək nə olacaqdır burada. Bərabərləşdirsəm, məndə fx də budur da. Yəni, x-in kvadratı çıxaq 2x üstə gələk 2 bərabərdir nəyə? 5-ə. Bax, buradakı 5-ə. 5-i sola adladıram. X-in kvadratı çıxaq 2x. 2-dən də 5 çıxsaq, çıxaq 3 eləyir da. Bərabərdir 0. Bunları vuruqlarına ayırsaq, x minus 3, x plus 1 eləmiş olur. Bərabərdir 0. Vuruqlarını necə ayırırıq? Hasili mənfi 3, cəmi mənfi 2 olan 2 ədəd demək lazımdır. Onun biri mənfi 3-dür, biri müsbət 1-dir. Burada demək ki, x minus 3 bərabərdir 0. Buradan x bərabərdir 3-ə, x plus 1 bərabərdir 0, x bərabərdir mənfi 1 olmuş olur. Mən burada neynədim? Mən burada 2 dənə həll tapdım. Məndən nəyi soruşur? Bax, bu ifadənin ən kiçik qiymətini soruşur. Yəni, fx-i mən neçə tapmışam? Elə bir ki, bir dəfə
Bura baxın. fx5 deyil. Bax burada fx5'dir də. fx5'dir. Mən o zaman x-in bir qiymətini 3 tapdım, bir qiymətini -1 tapdım. Elə bir ki, bir dəfə j5 bərabərdir. j5 bərabərdir. Burada fx-ə, bax burada fx-ə 5 dedim, bərabərdir. X-in bir qiymətini necə tapmışam? 3. 3-ün qiymətini gətirib burada yerinə yazıram. 6 vuraq 3-ün kubu, 3-ün kubu çıxaq, 3 vuraq 3 bərabərdir. 3-ün kubu 27. Bizdən nəyə soruşur? Ala biləcəyi natural qiymətlər yox. İkinci sual belə idi. Mən 3-cü sualı yazmışam. Eyb yoxdur. İkinci suala indi baxarıq. 3-cü sual, bu 3-cü sualda əslində. İkinci sual deyil. Buna 3-cü sual yazaq da yazmışıq. 3-cü sual. İkinci sualı sonra izahını verərəm. 3-cü sualda bizə deyir ki, ən kiçik qiymətini tapın. Elə bir ki, 27-ni vuraq, 27-ni vuraq 6-ya, 162. 162-dən nə çıxaq 9-u. 9-u çıxaq 153. Burada 153 eləmiş oldu. İkinci, burada elə bir ki, x-ə, bax burada. X-ə mən 3 dedim. Bir dəfə də x-ə -1 deyirəm. Bax, -1. Gətirib yerinə qoyuram. Yerinə qoymaq deyəndə, bax elə bir ki, fx5 idi də, j5 bərabərdir. Harada x görürəm, ya yerinə -1 qoyacağım. 6 vuraq. -1-in kubu çıxaq 3 vuraq -1 bərabərdir. -1-in kubu -1 eləyir. 6-ya vursaq -6 üstə gələk 3, o da bərabər -3 eləmiş olur. Ən kiçik qiymət soruşduğu üçün burada cavab B variantıdır. İndi başlayaq ikinci sualımıza baxaq. Yerləri dəyişik oldu, eybi yoxdur. Bizə deyir ki, fx bərabərdir. Fx bərabərdir. X-in kvadratı çıxaq 2x, üstə gələk m çıxaq 6, parabolasının təpə nöqtəsi 4-cü rübdadır. Buna görə m-in ala biləcəyi natural qiymətləri cəmini tapın deyə bir sualdır. Hörmətli izləyicilər, bax burada mən nə edirəm? Bir dənə koordinat sistemi çəkirəm. Koordinat sistemi çəkək. Burada baxıram ki, a-nın qiyməti a bərabərdir 1 böyütü 0. Demək, parabolanın qolları yuxarı yönələcəkdir. Təpə nöqtə 4-cü rübdadır. Elə bir ki, tutaq ki, mən fərz eləyirəm ki, bax, parabolan belədir də, elə bir ki, bax, təpə nöqtədə budur. Burada olanda, bax, buradakı nöqtə n nöqtəsidir, buradakı nöqtə m nöqtəsidir. X oxunu m nöqtəsində kəsir. Təpə nöqtə biz bayaq dedik, m n nöqtəsidir. Düsturlarını da yazdıq. M x oxunu kəsən nöqtədir, n də y oxunu kəsən nöqtədir. İndi baxıb görürəm ki, burada demək m müsbət olmalıdır. M müsbət olmalıdır. N nə olmalıdır? Burada n də mənfi olmalıdır. Gəlib, bax, bu bərabərsizliyi həll eləməliyəm mən. Mənim düsturum vardı. M hansı düsturla hesablanırdı? M bərabərdir. -b bölək 2a düsturu ilə hesablanırdı. Elə bu böyüklü 0 olmalıdır. Gətirib qiymətlərini yerinə qoyuram. Mənfi qabaqda. B özü zaten -2-dir. Bölək 2a. 2 vuraq 1. 2 vuraq 1. Böyüktür 0. Doğrudan da burada nə aldıq? 1. 1 böyüktür 0'ı aldıq. Bəli, m müsbətdir. M-in müsbət olduğunu gördük, bəli. İndi nəyə baxırıq? İndi n-in kiçik 0 olmağına baxırıq. N kiçik olmalı nədən? 0-dan. N düsturu necə idi? 4ac çıxaq b kvadrat bölək 4a olmalıdır. Bu da kiçik olmalı nədən? 0-dan. Gətirib orada qiymətlərin yerinə yazıram. Bunun elə bir ki, bir dəqiqə. Aha. Gətirib bunun buradakı qiymətlərini yerinə yazıram. Burada elə bir ki, 4ac 4 vuraq 1 a budur. C nədir? Vuraq m çıxaq 6, m çıxaq 6. Çıxaq b-nin kvadratı -2-nin kvadratı bölək 4a. 4a nədir? 4 vuraq 1 deməkdir. Bu kiçikdir 0 olmalıdır. İndi biz bunu həll eləyək. Bunu necə həll eləyirik? Gələk bunu təzədən altdan yazaq. 4 vuraq, 4 vuraq. M çıxaq 6, çıxaq. Bu da 4 elədi. Bölək 4 kiçikdir 0. Burada 4'ü çıxardıram qabağa. 4'ü çıxarsaq qabağa. M çıxaq 6, çıxaq 1. Bölək 4 kiçikdir 0. Burada 4'ə ixtisar eləsək, burada nə qaldı? Elə bir ki, m çıxaq 6 mötərizədə çıxaq 1 kiçikdir 0.
m çıxaq 6 çıxaq 1 kiçikdir 0, m çıxaq 7 kiçikdir 0, m kiçikdir 7. Bizdən m-in natural qiymətləri cəmini soruşur. M-in natural qiymətləri hansıdır? Elə bil ki, m harda yerləşir? 0 ilə 7 arasında. M bərabərdir 1. Cəmin soruşur. 2, 3, 4, 5, 6. 7-ni almır. 10, 21. Cavab neçə elədi burada? Cavab 21 eləmiş oldu. 21-dir. Növbəti sualımız 4-cü sualdır. 4-cü sualdan davam edirik. F -1 3x üstə gələk 4 bərabərdir 2x üstə gələk 5 olarsa f11-i f11 üstə gələk f mənfi üstü 1. Yəni belə deyək də, funksiyanın tərsinin 10 qiymətini soruşur. X-in 10 qiymətindəki qiymətini soruşur. Bərabərdir sual, bunu soruşur bizdən. Mən bunu rahat tapa bilərəm. Üzr istəyirəm, bir dəqiqə. Aha, burada məndən funksiyanın tərsi veribdir. Mən bunu tapa bilərəm. Bax, bu f mənfi 10 tapa bilərəm. Gəl tapaq. F 10 bərabərdir. İndi f 10 olması üçün, gəlin bura baxaq, indi hörmətli izləyicilər. Bax, bunu tapmaq üçün elə bir ki, burada 3x plus 4 nəyə bərabər olmalıdır? 10-a bərabər olmalıdır. Gəl bərabərləşdirək, burada x-in qiymətini tapaq. 3x üstə gələk 4 bərabərdir 10-a. 3x bərabərdir 6-ya, x də bərabərdir 2-yə. Demək ki, x-in 2 qiymətini yerinə qoymalıyam. 3x plus 4-ə mən 10 dedim. Bərabərdir. Harada x görürəm, yerinə 2 qoyacağam. O zaman belə olacaqdır. 2 vuraq, 2 üstə gələk 5 bərabərdir, bu 9 elədir. İndi gəl tapaq, biz nəyi tapaq? F11-i tapaq. 11 görək nəyə bərabərdir. F11-i tapmaq üçün bayaq dediyimiz kimi, bax, bu tərs funksiya o funksiyanın özü ilə təsir eləmək lazımdır. Yəni, f ilə təsir elədim. Nəyə? Tərs funksiya. 3x üstə gələk 4 bərabərdir f 2x üstə gələk 5-ə. Burada tərsi ilə funksiyanın özü bir-birini aparır. Qaldı nə? Arqument qaldı yerində. 3x plus 4 qaldı yerində. Bərabər oldu nəyə? F 2x plus 5-ə bərabər oldu. Buradan da f 2x plus 5 bərabər oldu nəyə? 3x plus 4-ə bərabər oldu. Tamam. İndi bax, bizdə nəyə soruşur? Bax, bu ifadə elə bil 11 olmalıdır. 11 olması üçün elə bil ki, 2x plus 5 bərabərdir 11. Buradan 2x bərabərdir 6, x də bərabərdir 3 olmuş olur. Gətirib bax, burada elə bir ki, bu f11 olanda bərabər oldu. X-in yerinə 3 qoyursan. 3 vuraq, 3 üstə gələk 4. 3-ü isə vursaq 9, 4 də gəlsə üstünə 13 eləmiş olur. Bizdən nəyi soruşur? Bunların cəmini soruşur. Elə bir ki, f11 üstə gələk f mənfi 10 bərabərdir. F11-i neçə tapdıq biz? 13 tapdıq. Üstə gələk f10-u neçə tapdıq? 9 tapdıq da. Bəli, 9 tapdıq. Bu da bərabər neçəyə? 22-yə bərabər olmuş olur. Hansı variantdır? C variantı. Növbəti sualımızla davam eləyək. Bunlar qəşəng suallardır. Bunların izahına diqqətlə qulaq asmaq lazımdır və bu tip suallar çətin səviyyədə düşür. Burada asan sual yoxdur. Əksəriyyəti çətindir. Sonra fx bərabərdir. Bizə nə veribdir? A minus 5 x-in üstü 5 çıxaq. A plus 3 x-in üstü 4 üstə gələk b minus 2 x-in kubu üstə gələk b minus 1. Aha. Bu funksiya bizə veribdir. Bizə deyir ki, funksiya cüt funksiyadır. Elə bir ki, bax, bu funksiya cüt funksiyadır. Funksiya cüt funksiya olduğuna görə məndən nəyi soruşur? F mənfi 1-i soruşur. Aha. F mənfi 1-i soruşur. İndi hörmətli izləyicilər, bax, funksiya mənim cüt funksiya olarsa, bax, bu funksiya necə funksiyadır? Bu funksiya tək funksiyadır. Bu funksiya cüt funksiyadır. Bu funksiya tək funksiyadır. Bu funksiya cüt funksiyadır. Niyə görə? Sərbəsəddir. Ona görə sərbəsəd həmişə cüt funksiyadır. İndi bax, bu funksiyanın özü bütövlükdə cüt funksiya olması üçün tək funksiyanın əmsalları 0 olmalıdır. Yəni, burada
A minus 5 bərabər 0 olmalıdır. Buradan A bərabər nəyə? 5'ə. Sonra birinci. İkinci. B minus 2 bərabərdir 0 olmalıdır. B bərabərdir 2. Müəllim, burada niyə A plus 3 0'a bərabər olmadı? Çünki bizə deyir ki, funksiya cüt funksiyadır. Mənə tək funksiyanın əmsallarını 0'a aparmaq lazımdır. Əmsallar 0 olmalıdır ki, yerdə qalan cüt funksiyalar olsun. Yaxşı, B-ni də 2 tapdıq. Görün, mənim funksiyam hansı şəkilə düşdü. Mənim funksiyam elə bir ki, fx. Buna bərabər qoyuram. Bunu buradan silirəm. Bir dəqiqə, bunu buradan silək. Aha. Mənim bu funksiyam bərabər oldu nəyə? A-nın yerinə 5 qoysaq, x üstü 5 0'a çevrildi. Qaldı nə? A-nın yerinə bax, burada 5 qoysaq. Burada oldu mənfi 8 x-in üstü 4. Sonra B-nin yerinə burada 2 qoysaq, bu 0'a gedər. X-in kubu 0'a getdi, tək funksiya 0'a getdi. Burada B-nin yerinə 2 qoysaq, 2'dən də 1 çıxsaq, 1 eləmiş olur. Üstə gələk 1 olmuş oldu. Mənim elə bir ki, fx funksiyam, cüt funksiya bu cürüymüş. Aha, bizə nəyi deyir? Bizə deyir ki, f mənfi 1'i tap. Gəl f mənfi 1'i tapaq. Mənim funksiyam ümumiyyətlə necə oldu? Mənim funksiyam belə oldu da. Mənim funksiyam fx. Cüt funksiya belə oldu. Mənfi 8x-in üstü 4, üstə gələk 1 şəklində oldu. Məndən f mənfi 1'i soruşduğu üçün mənfi 8 vuraq. X-in yerinə neçə qoyacağım? Bax, burada x elə bil mənfi 1 olmalıdır. Mənfi 1'in üstü 4, üstə gələk 1. Mənfi 1'in üstü 4, müsbət 1 eləyir. Mənfi 8'ə vursaq, mənfi 8. Mənfi 8 üstə gələk 1. Mənfi 7 eləmiş oldu. Hansı variantdır? D variantı olmuş oldu. 6-cı sualımıza baxaq. 6-cı sualımıza. Bizə nə deyir? Bizə deyir ki, f mənfi 2 çıxaq fx bərabərdir 0 olduğuna görə f x bərabərdir 2x-in üstü 4 çıxaq 6x-in kvadratı çıxaq f mənfi x olarsa nəyi tap? F 2'ni tap deyə bir sualdır. Gəlin baxaq, hörmətli izləyicilər. Bax, burada mən bunu belə yaza bilərəm. Bu ox işarəsidir. Bunu belə yaza bilərəm. F mənfi x bərabər nəyə? fx-ə. Fx-i mən sağ tərəfə keçirdim. F mənfi x fx-ə bərabər oldu. Bax, burada bunu gətirib sol tərəfə keçirdirəm. Olur belə. Fx üstə gələk f mənfi x bərabər oldu 2x-in üstü 4 çıxaq 6x-in kvadratı. Aha. Burada bu ifadələr bir-birinə bərabər olduğu üçün f mənfi x-ə müsbət fx deyəcəm. Fx üstə gələk fx bərabərdir 2x-in üstü 4 çıxaq 6x-in kvadratı. Buradan 2fx bərabər oldu 2x. Buradan da 2'ni çıxardıram qabağa. X-in üstü 4 çıxaq 3x-in kvadratı qaldı yerində. 2'lər ixtisar getdi burada. Sağ və sol tərəfdən ixtisar getdi. Qaldı fx nəyə bərabər oldu? Fx bərabər oldu x-in üstü 4 çıxaq 3x-in kvadratı şəklində düşdü. Məndən nəyi soruşur? Bu ifadəni soruşur. Yəni x-in yerinə nə gətirib qoyacağam? X-in yerinə 2 qoyacağam da. Bərabərdir. F2 bərabərdir. 2'nin üstü 4 çıxaq 3 vuraq 2'nin kvadratı. 2'nin üstü 4 16 elədi. Çıxaq 2'nin kvadratı 4. 3'ə də vursaq 12. Bu da 4 eləmiş oldu. Hansı variantdır? Bu 6-cı sualımız idi. B variantı olmuş oldu. 7-ci sualımıza baxaq. 7-ci sualımız belədir. Bizə nə deyir? Fx funksiyasının qrafiki verilmişdir. Buna görə F6'nı tapın deyə bir sualdır. Aha. İndi burada nəyə baxmaq lazımdır? Burada baxın. Gəl bunu çəkək. Bu qrafiki çəkək. X, burada y deyirəm. Qrafikdə belədir, elə bir ki. Bir dəqiqə. Belə bir qrafikdir. Bura 3'dür. 3'dür. Bura mənfi 9'dur. Mənfi 9. Bu da fx funksiyasıdır. Aha. Bunu da biraz balacalaşdıraq. Aha. Aha, belə. İndi bizə nə deyir? Bizə deyir ki, F6'nı tapın da. F6'nı tapın. Mən bilməliyəm ki, bu hansı funksiyadır? Mən fx funksiyasını bilmirəm axı. Bilsəm, x-in yerinə 6'nı qoyub tapa bilərəm. Amma burada mənim əlimdə nə var?
Baxıb görürəm ki, baxın, gəl bunu izah eləməmişdən öncə başqa bir şey deyim. Bax, tutaq ki, mənim parabolam belədir. Bunun təpə nöqtəsinə fikir verin. Bax, burada eni var, burada da m-i var. Əgər mənim parabolam belədirsə, neçə dəqiqə səliqəsiz çıxdı. Mənim parabolam tutaq ki, belədirsə, burada elə bir ki, bunun eni sıfırdır, m-i var. İndi o cür yanaşsaq, bax, burada elə bir ki, m var, m neçədir? M 3-dür, n 0-dır, Bir də bu nöqtə hansı nöqtədir? Burada x 0-dır, y neçədir? -9-dur. Mən bir tərəfdən də bilirəm ki, əgər mənim fx funksiyam bərabərdir, kvadratik funksiyadırsa, ax kvadrat üstə gələk bx üstə gələk c şəklindədirsə, bunu iki cür göstərmək olur. Biri ax minus m-in kvadratı üstə gələk n şəklində. Bir də fx bərabərdir ax kvadrat üstə gələk bx üstə gələk c kvadrat üçədlisi a x minus x1 x minus x2 şəklində göstərə bilirəm. İndi bizdən nəyi soruşur? F6-nı soruşur. Gəlin F6-nı tapaq. Bu qayda idi zaten. Bunu bir dənə silək. Birinci funksiyamızı tapaq. Gəl baxaq görək bu hansı funksiyadır. Demək bu fx bərabərdir. x çıxaq m kvadrat üstə gələk m funksiyasıdır. Qabaqda da bir a var. İndi bu bərabərdir. A qabaqda, m burada üstü. x çıxaq 3-ün mötərizə kvadratı. N'imiz də 0-dır. Da 0 yazmıram. Və salam. Mənim funksiyam belədir. Mən indi a-nı bilsəm, mən bilərəm ki, mənim funksiyam necədir. İndi burada nə deyir? Baxın, burada x-in elə bir ki, bax burada. X-in 0 qiymətində y neçə olubdur? -9 olubdur. Gəlib burada elə bu y bərabərdir də. Gətirib qiymətlərin yerinə yazıram. -9 bərabərdir. Bu x-dir, bu da y-dir. X-in yerinə gətirib 0 qoyacağım. A vuraq 0 çıxaq 3-ün mötərizə kvadratı. O da bərabərdir. A vuraq 0-dan 3 çıxsaq -3 kvadratı da 9 eləmiş olur. Buradan a-nı tapsam a bərabərdir. -9 bölək 9 o da bərabərdir -1. Demək mənim bu funksiyam y bərabərdir. Fx funksiyam fx o da bərabərdir. Burada a-mız neçədir? -1-dir. -1 ifadəyə vursaq öz eləyir. -x minus 3-ün kvadratı olmuş olur. Mən funksiyamı tapdım. Funksiyanı tapandan sonra məndən nəyi soruşur? F6-nı soruşur. Mən F6-nı tapmaq olsun, x-in yerinə harda x görürəm, gətirib yerinə 6 qoyuram. -6 çıxaq 3-ün kvadratı. Bu da bərabərdir. 6-dan 3 çıxsa 3, 3-ün də kvadratı 9. Qabaqda da mənfi olduğuna görə -9 A variantı olmuş olur. İzahlarım biraz uzun gedə bilər, hörmətli izləyicilər. Amma uzun etməkdən məqsədim odur ki, hər izahım detalına kimi aydın olsun. Bircə dəqiqə. Davam eləyək, hörmətli izləyicilər. 8-ci sualımızla davam edirik. 8-ci sualımız belədir. Burada nə edə bilərik? Bunu gəlin çəkək. AB-ni silək, bura başqa ədədlər deyək. Bura tutaq ki, A deyirəm, burada B deyirəm. Aha, bu qalsın yaddaşımda. Baxın, hörmətli izləyicilər, burada nəyə diqqət olunmalıdır? Baxıram ki, x-in, elə bir ki, x-in A qiymətində də y-in, x-in B qiymətində də y bir dənə qiymət var. Elə bir ki, y bərabərdir həm f-a-ya, həm də y bərabərdir. Elə bir ki, y-lə göstərək də fərqi yoxdur. Burada elə bir ki, y bərabərdir. Yaxşı, belə deyək də f-a. Y bərabərdir f-b. Baxıb görürəm ki, burada y-in qiymətləri eynidir. Eynidirsə, elə bir ki, y bərabərdir y-dir də. Bax, buradakı y-in qiyməti eynidir.
Gətirib buradakı qiymətləri qoyub bir-birinə bərabər eləyirəm. Mənim elə bil ki, bax, x-in burada A qiymətində, A-ya uyğun Y qiymət alır. Burada da x-in B qiymətinə uyğun Y burada qiymət alır və AB qiyməti, AB nöqtələrindəki uyğun qiymət həm də ki, bu parabolanın üzərinə düşür. Parabolanın üzərinə düşdüyü üçün parabolanın da düsturu budur da 25-x-in kvadratıdır. Elə bil ki, buradakı elə bil ki, FA bərabərdir. Burada harda x görürəm, yerinə A qoyacağam. 25 çıxaq A-nın kvadratı olur. Bir də bu y bərabərdir. Bir də y bərabərdir FB. O da bərabərdir. Elə bu funksiyada harda x görürəm, yerinə B qoyacağam. 25 çıxaq B-nin kvadratı. Bunları bərabərləşdirirəm. 25 çıxaq B-nin kvadratı bərabərdir 25 çıxaq A-nın kvadratı olmuş olur. A-nın kvadratı olmuş olur. Buradan mən nə başa düşürəm? Onu başa düşürəm ki, 25-lər sağda solda eynidir. A-nı sola adlatsam, A-nın kvadratı çıxaq B-nin kvadratı bərabərdir 0 olur. Buradan A minus B, A plus B bərabərdir 0 olur. Buradan A minus B bərabərdir 0, A bərabərdir B-yə. Buradan da A plus B bərabərdir 0, A da bərabərdir mənfi B-yə. İndi baxıb görürəm ki, burada A müsbət ədəddir, B mənfi ədəddir. Demək ki, mən bunu götürəcəm, bu birisini götürməyəcəm. A B-yə bərabər deyil, A B-yə bərabər olsa A ilə B üst-üstə düşərdi. Bu qalsın yaddaşımda. Digər tərəfdən bizə deyir ki, bax bu düzbucaqlının, hansı düzbucaqlının? A, D, C, B. Perimetr nəyə bərabərdir? Perimetri bərabərdir 34-ə. Elə bil ki, bu perimetr bərabərdir. P bərabərdir 2 vuraq. AD üstə gələk. Belə deyək də AB deyək. AD deməyək. Fərqi yoxdur onun. AB üstə gələk AD. Bu cür hesablaya bilərəm. Buradan da alıram ki, 34 bərabərdir 2 vuraq. AB üstə gələk AD. Buradan hər tərəfi 2-yə bölsəm, tapıram ki, AB üstə gələk AD bərabər neçəyə? 17-yə. Bu da qalsın yaddaşımda. İndi burada nə var? Baxın, burada elə bil ki, AB-nin yerinə mən nə qoyacağam? AB-nin yerinə. AB nədir? AB elə bil ki, AB bərabərdir. A-dan çıxıram B-ni. O da bərabərdir. A-dan çıxıram. A-nın yerinə neçə qoya bilərik? A bərabərdir mənfi B. Və yaxud da məsafədirsə, məsafə zaten modulda olmalıdır. Modulda bərabərdir. A çıxaq B, o da bərabərdir. Modulda A-nın yerinə mənfi B qoyaram. Çıxaq B modulda, o da bərabərdir 2B olmuş olur da. Yəni AB neçədir? 2B-dir. Bu qalsın yaddaşımda. AB bax bura 2B-dir. Digər tərəfdən mən elə bil ki, buradakı qiyməti yerinə qoysam, bax, DC nəyə bərabərdir? DC. DC-ni tapdıq, əslində AD nəyə bərabərdir? Bax, AD bu məsafəyə bərabərdirmi? Bərabərdir, bəli. Bu məsafəni tapmaq üçün mən elə bil ki, B qiymətini gətirib hansı funksiyada yerinə qoyaram? Bax, bu funksiyada yerinə qoyaram. Elə bil ki, F hansı qiyməti? FB qiymətində. B qiymətini gətirib yerinə qoysam, FB bərabərdir nəyə? 25 çıxaq B-nin kvadratına. Bax, gətirib bunların hamısını yerinə qoyuram. FB nə idi məndə? FB elə bil təsəvvür edin ki, AD-dir. FB də AD-dir. AD bərabərdir. Aha. İndi bunların cəmi nəyə bərabər olmalıdır? Bax, burada kimi 17-yə bərabər olmalıdır. AB-nin yerinə qoyacağım 2B.
2b. Üstə gələk 25 çıxaq b-nin kvadratı, 25 çıxaq b-nin kvadratı bərabər olmalıdır neçəyə? 17-yə. Gəl buradan b-nin qiymətlərini tapaq. Görək b-nin qiyməti neçədir? B-ni sağa adladıram, olur müsbət b-nin kvadratı. 2b-ni sağa adladıram, çıxaq 2b bərabərdir. 25 mənfi olur. 17-dən 25 çıxanda da mənfi 8 eləyir də. Aha, burada elə 25 sağa adlasa 17 çıxaq 25 mənfi 8 bərabərdir 0. Burada bunun vuruqları b çıxaq 4, b üstə gələk 2-dir. Bərabərdir 0. Burada b-ni tapdım 4, b-ni tapdım mənfi 2. Sıfıra çevirən qiymət bunlardır. İndi bax burada görün b hardadır? B burada deyil. Bax burada. B-nin buradakı qiyməti mənfi olar, müsbət olar. Təbii ki, mənfi olar. Demək B-nin mənfi 2 qiymətini götürəcək. B-nin 4 qiymətini götürmürük biz. İndi mən başa düşdüm ki, belə başa düşdüm ki, elə bil A-mız burada. A da bərabərdir, mənfi B deyil, bax burada. A da bərabərdir, mənfi B. A bərabərdir, mənfi B. O da bərabərdir, mənfi qabaqda, bir dənə də mənfi 2, o da bərabər müsbət 2. Mən belə başa düşdüm ki, bax bura 2-dir, bura 2-dir. Burada mənfi 2-dir. Bərabərdir, mənfi 2. Bərabərdir, mənfi 2-dir. Aha. Bizdən nəyi soruşur? Bu düzbucaqlığın sahəsini soruşur. Düzbucaqlığın sahəsini tapmaq üçün, mən AD-ni tapmalıyam. AD nəyə bərabər idi? Bayaq yazmışdıq. AD harda yazmışdıq? AD buradaydı da. B-nin qiymətini mən bilirəm. Elə bir ki, AD-ni tapmaq üçün AD bərabərdir. F. B-nin qiyməti neçədir? B-nin qiyməti mənfi 2-dir. Mənfi 2. Bərabərdir. 25 çıxaq mənfi 2-nin kvadratı, o da bərabərdir. 25-dən 4 çıxsaq 21 eləmiş olur. Aha, bu qalsın yaddaşımda. Digər tərəfdən AB də 2B-dir. AB də 2B olduğuna görə məsafə təbii ki, müsbət olmalıdır. Bax burada. 2 vuraq 2 bərabərdir 4. 2 vuraq 2, 4. Elə bura 4-dür. AD neçədir? AD də 21-dir. 21-dir. Düzbucaqlığın sahəsini tapanda S bərabərdir. 21 vuraq 4. O da bərabərdir. 84 eləmiş olur C variantı. Bunu biraz ətraflı izah elədim. Biraz vaxtımız çox gedə bilər. Əslində çətin misal deyil. Asan misaldır. Sadəcə. Yəni diqqətlə qulaq asmaq lazımdır ki, burada biraz işlər görmək lazımdır bu misalı həll etmək üçün. 9-cu sualımıza baxaq. 9-cu sualımız belədir. F 2x-in kvadratı üstə gələk 2x bərabərdir 3x-in kvadratı üstə gələk 3x üstə gələk 7 olarsa bizdən nəyi soruşur? F 6-nı soruşur. F6 bərabər sual. Hörmətli izləyicilər, bax mən bu ifadəni belə yazıram. F 2-ni çıxartdım qabağa, x-in kvadratı üstə gələk 2x bərabərdir. Burada da 3-ü çıxartdım qabağa, x-in kvadratı üstə gələk 2x üstə gələk 7 olmuş oldu. Mən bu ifadəyə bir A deyirəm. Tutaq ki, elə bir ki, x-in kvadratı üstə gələk x-ə bir A deyirəm. A desəm belə olur. Neydi? Aha, A desək belə olur. F 2A bərabərdir 3A üstə gələk 7. Məndən nəyi soruşur? F6-nı soruşur. Elə burada 6 olmalıdır. Yəni 2A bərabər olur 6-ya, A da bərabər olur nəyə? 3-ə. Burada gətirib A-nın 3 qiymətini yerinə yazıram. Elə bir ki, F 6 bərabərdir 3 vuraq 3 üstə gələk 7. 9 ilə 7 16. Neçəni yazırdıq? C variantı. 10-cu sualımız belədir. 10-cu sualımız belədir. Fx bərabərdir mənfi mx-in kvadratı üstə gələk m plus 5 vuraq x üstə gələk m minus 3. Parabolasının simmetriya oxu. Simmetriya oxu nə idi? M idi də. Elə bir ki, bax, parabola budur. Bax, tutaq ki, budur. Bax, bu təpə nöqtədir də burada. Bura M-dir, burada N-dir. Bu həm də, bax, bu ox, simmetriya oxudur da. M bərabərdir x oxu, simmetriya oxudur. M bərabərdir x, o da bərabərdir 3. Simmetriya oxudur. Ən böyük qiyməti 4-dür. Burada m mənfi olduğu üçün ən böyük qiymət. Elə bir ki, m bərabərdir neçəyə? 4. M plus n cəmini soruşur bizdən. Bərabərdir sual. Gəlin bunu həll eləyək. Burada bizə nə verib, nəyə soruşur? Mən nə edə bilərəm? Mənim düsturum var əlimdə. Hansı düstur?
M bərabərdir hansı düstur? Mənfi B bölək 2A düsturu. Gətirib yerinə qoyuram. M-in qiyməti məndə 3-dür. 3 bərabərdir. Mənfi. B-nin qiyməti nədir? B, M plus 5 bölək 2A. 2 vuraq A-nın qiyməti nədir? Mənfi M. Bu mənfi ilə bu mənfi müsbət eləyir. Bərabərdir elə bir ki. M plus 5 yuxarıda qalır. 2M də aşağıda qalır. Bunları çarpaz vursam, M plus 5, elə bu bərabərdir nəyə? 3-ə bərabərdir də. M plus 5 bərabərdir. 2M vuraq 3. M plus 5 bərabərdir. 6M. 5M bərabərdir. 5M də bərabərdir 1. M-i tapdım. İndi gətirib N-i tapa bilərəm. Bəli, N-i tapaq. N-i necə tapırıq? M bərabərdir. 4A C çıxaq B-nin kvadratı bölək 4A düsturundan hesablayırıq. Qiymətlərin yerinə qoyuram. 4 vuraq. A-nın yerində mənfi M. C-nin yerində N minus 3. Çıxaq B-nin kvadratı. Çıxaq M plus 5-in mötərizə kvadratı bölək 4A. 4-ü də vuracam mənfi M-ə. Bu bərabərdir. Bərabərdir neçəyə? Bərabərdir. Sadələşdirək bunu. M-in qiyməti var 1-dir. 4-ü mənfi 1-ə vursam, mənfi 4. Mənfi 4, elə burada M-in qiyməti 1-dir də. Burada da mənfi M daxı. 4-ü mənfi 1-ə vursam, mənfi 4. M minus 3. Çıxaq. M burada neçədir? 1-dir. 1 ilə 5-i toplasaq, 6 kvadratı 36. Bölək 4-ü də mənfi 1-ə vursaq, mənfi 4. Bərabərdir. Burada mənfi 4 aşağıda, mənfi 4'ü çıxartdım qabağa. Qaldı N minus. Qaldı N minus 3. Çıxaq yox. Üstə gələk 9. Burada mənfi 4 çıxıb qabaqda. Mötərizə qarşısına çıxıbdır. Aşağıda da mənfi 4. Bu bərabər. 4'lər ixtisar getdi. Nə qaldı? Qaldı N çıxaq 3. Üstə gələk 9. O da bərabərdir. Neçə elədi? Bu da elədi, elə bir ki, N üstə gələk 6. N üstə gələk 6. Bu N-i qarışdırmayın. Bu indi mənim burada N veribdir. Mən neyim ki ona N veribdir? Buna N deməyək, tutaq ki, nə bilim, A desək yaxşı olardı, tutaq ki. Burada elə bir ki, bunu A zənn eləyin də. Bax, bunu A deyə bilərik də. Bu N-dən bu N yəni fərqlidir. İndi M plus 6, mən N-i neçə verib mənə başlanğıcdan? M burada neçədir? M burada 4'dür da. M burada 4'dür. Gətirib bunu 4'ə bərabər eləyirəm. 4'ə bərabər etsəm M bərabər olur neçəyə? Mənfi 2'yə. Məndən nəyi soruşur? M plus N-i soruşur. O da bərabərdir. M-in qiyməti məndə 1'dir. 1 ilə mənfi 2'ni toplasaq, o da mənfi 1 eləmiş olur. Hansı variantdır? E variantı. 11-ci sualımıza baxaq. 11-ci sualımız belədir. Fx bütün ədəd oxumda azalan funksiya olarsa aşağıdakilərdən hansı ən kiçikdir? Elə bir ki, baxın, tutaq ki, x1 kiçikdir, x2 kiçikdir, x3 olarsa, burada da f x1 kiçikdir, f x2 o da kiçikdir, f x3 olarsa, bu artan funksiyadır. Amma burada f x1 böyükdür, x2 böyükdür, x3 olarsa, əgər f x1 kiçikdir f x2 o da kiçikdir f x3 olarsa, bu azalan funksiyadır. İndi mən burada nə görürəm? Burada görürəm ki, elə bir ki, ən böyük qiymət burada neçədir? 10'dur. Sonra gələn hansıdır? Sonra gələn 5'dir. Sonra gələn 3'dür və s. Demək, burada ən kiçik funksiya hansıdır? F 10'dur elə. Davam eləyək. 12-ci sualımızdan davam eləyək. Fx bərabərdir nəyə? Fx bərabər kökəltdə 5 çıxaq modul x minus 1'ə. Bizdən nəyə sorur? Bu moduldadır. Bizdən təyin oblastını soruşur. Təyin oblast nədir? Təyin oblast. Kökün altından nə olur olsun. Nə bilim, adam şəkil olsun, ağac şəkil olsun, fərqi yoxdur. O böyük bərabər 0 olmalıdır. İndi burada elə bir ki 5 minus x minus 1'in kökün altındadır. Bu böyük bərabər 0 olmalıdır. Təyin oblastı tapırıq. Burada modulu keçirəm sağ tərəfə. Olur 5 böyük bərabərdir modul x minus 1. Oradan modul x minus 1 kiçik bərabərdir 5'ə.
Bu bərabərsizlik necə həll olur? Elə bir ki, modulun daxilindəki ortada yazılır. X minus 1 ortada yazılır. Sağdan soldan işarə olduğu kimi qalır. Solunda bunun mənfisi yazılır. Sağında bunun müsbəti yazılır. Burada biri sağa sola keçirdəndə işarəsi dəyişir. Burada mənfi 5 var idi. 1 sola keçdi, üstə gələk 1 oldu. 5 sağa keçdi, üstə gələk 1 oldu. X sağda solda işarə qaldı. Mənfi 4, müsbət 6. Demək aralıq olaraq mənfi 4, müsbət 6 aralığında bütün qiymətləri almış olur. E variantı. 13-cü sualımıza baxaq. 13-cü sualımıza baxaq. 13-cü sualımız belədir. A parametrinin hansı qiymətlərində funksiyası bu aralıqda azalan, bu aralıqda artan funksiya olar? Yəni deyirəm, A parametrinin hansı qiymətində? Elə bunu necə yazmaq lazımdır? Bura baxın. Burada təsəvvür eləyək ki, funksiyam mənim belədir. Bax, funksiyam belədir. Bura bir nöqtəsidir. Elə bir ki, m bərabərdir 1. Burada baxıb görürəm ki, mənfi sonsuzluq bir aralığında, mənfi sonsuzluq bir aralığında funksiya getdikcə azalır. Sonra bir müsbət sonsuzluq aralığında görürəm ki, elə bir ki, bir müsbət sonsuzluq aralığında funksiya artır. Buradan nə nəticəyə gəlirəm? O nəticəyə gəlirəm ki, parabolanın qolları yuxarıdır. Parabolanın qolları yuxarıdırsa, y bərabərdir ax kvadrat çıxaq 4x üstə gələk 5 funksiyasında a böyükdür 0 olmalıdır. Parabolanın qollarının yuxarı olması üçün. İndi bir də burada nə var? Elə bir ki, bax bu təpə nöqtədir, həm də simmetriya oxudu. Bax bu bir nöqtəsi, m bərabərdir bir nöqtəsi simmetriya oxudu və yaxud da təpə nöqtəsinin elə bir ki, m idi. Biz təpə nöqtəni n deməmişdik. Burada m elə bir ki, 1'dir. Bəs m hansı düsturla hesablanırdı? M bərabərdir mənfi b bölək 2a düsturu ilə hesablanırdı. O da bərabərdir elə bil 1'ə. Gəl qiymətlərin yerinə qoyaq. Burada b-nin qiyməti nədir? Mənfi 4, 2a, 2 vuraq. A elə burada a-dır. 2a bərabərdir 1. Buradan olur. Bununla bu ixtisar gedir. 2 bölək a bərabərdir 1. Çarpaz vursaq a bərabərdir 2 olmuş olur. Hansı variantdır? E variantı. A-nın 2 qiyməti. 14-cü sualımıza baxaq. 14-cü sualımız belədir. Funksiyanın azalma aralığını tapın deyə bir sualdır. Bir də deyirəm, funksiyanın azalma aralığını. Burada y bərabərdir nəyə? Y bərabərdir 3 minus 4x 1 plus 3x-dir. Biz funksiyanın artma aralığını deyəndə funksiyanın törəməsini tapırıq, böyük bərabər 0 deyirik. Azalma aralığını deyəndə törəməsini tapırıq, kiçik bərabər 0 deyirik. Gəl burada törəməni tapaq. Törəməni tapsaq, y-in törəməsi nəyə bərabərdir? Məxrəcin kvadratı 1 üstə gələk 3x-in kvadratı. Sürətin törəməsi vuraq məxrəc 1 üstə gələk 3x. Çıxaq, sürət vurulsun. Məxrəcin törəməsi. Bu görək nəyə bərabərdir? Bu bərabərdir 1 plus 3x-in kvadratı. Burada yuxarıda törəməni tapanda mənfi 4 oldu. 1 üstə gələk 3x. Çıxaq. Burada 3x-in törəməsini tapanda 3 keçdi qabağa. 3 çıxaq 4x. Bu da bərabərdir. 1 üstə gələk 3x-in mötərizə kvadratı. Vurub açsaq mənfi 4. Çıxaq 12x. 12x. Çıxaq 9. 9. Üstə gələk 12x. 12x. Burada 12x-lər getdi. 12x-lər getdi. Bu bərabərdir. Elə bil oldu. Mənfi 13 yuxarıda, mənfi 13 yuxarıda. 1 plus 3x-in kvadratı da aşağıda. İndi biz demişik nə olmalıdır? Azalma aralığını deyirsək, kiçik bərabər 0 olmalıdır. Kiçik bərabər 0 olması üçün elə bil ki, mənfi 13 1 plus 3x-in mötərizə kvadratı kiçik bərabər 0 olmalıdır. Hər tərəfi mənfiyə vursaq, müsbət 13 1 plus 3x-in
kvadratı böyük bərabərdir 0 olmalıdır. Bu hər zaman şərt ödənir. Yəni bu da müsbət ədəddir, məxrəc də müsbət ədəddir. Çünki kvadratdır. Amma burada bir şey var ki, məxrəc sıfıra çevirən qiymət ola bilir. Məxrəci sıfır x-in qiyməti məxrəci sıfıra çevirə bilməz. Yəni 3x fərqlidir 0 olmalıdır. Buradan 3x fərqlidir. -1 x fərqlidir nədən? -3/1-dən. Yəni x bütün qiymətləri alır. Mənfi sonsuzluq, -3/1 birləşmə, -3/1 müsbət sonsuzluq aralığında bütün qiymətləri alır. Bir dənə hansı qiymət ala bilmir? -3/1 qiymətini ala bilmir. Hansı variantdır? B variantı. 15-ci sualımıza baxaq. Y bərabərdir. Y bərabərdir. 1 minus 2m x-in kvadratı üstə gələk 2m çıxaq 4x üstə gələk 3m çıxaq 2. Funksiyasının təpə nöqtəsi y oxu üzərində olduğuna görə x oxunun kəsdiyi nöqtələrin hasilini tapın deyə bir sualdır. Bəli. İndi gəlin burada necə yanaşaq? Funksiyanın təpə nöqtəsi y oxu üzərində olduğuna görə bax bu nəyi demək istəyir? Baxın bura. Tutaq ki, bu təbii ki kvadratik funksiyadır. Kvadratik funksiyanın qrafiki nədir? Paraboladır. Əgər parabola y oxu üzərindədirsə, lap tutaq ki olsun belə. Belə və yaxud da belə olsun. Fərqi yoxdur. Burada bunun deyin görüm. M nöqtəsi varmı? Bunun M nöqtəsi burada 0'dır. Amma burada N nöqtəsi var. N nöqtəsi. Amma M nöqtəsi bərabərdir 0. Yəni, bax elə bir ki, bax funksiyanın qrafiki belə olsa, burada bunun M-i var, burada N-i var. Amma belə olanda, bax bu cür olanda, burada M 0'dır, M 0'dır, N-i var amma. İndi bax, funksiyanın y oxu üzərində olduğuna görə, gəl nə etmək lazımdır? Mən M-ni 0'a bərabər eləməliyəm. M-ni 0'a. M nədir bəs? Buradakı M-lə oradakı M-i qarışdırmayaq deyək. Gəl bunları silək. Bu M-lərin yerinə A deyək. O M-lə bu M qarışır. Bura A deyirəm. Bura A deyirəm. 2A çıxaq 4. Burada 3A çıxaq 2 deyirəm. Gəl burada A-nın qiymətini tapaq görə A nəyə bərabərdir? M 0'a bərabər olmalıdır. M nəyə bərabərdir bəs? Mənfi B bölək 2A-ya bərabərdir. Bu da bərabər 0 olmalıdır. Mənfi qabaqda B-nin yerində yazıram belə. 2A çıxaq 4 bölək 2A. 2 vuraq 1 minus 2A. Bu da bərabərdir. Elə bir ki, bu da bərabərdir 0'a. Bunu 0'a çevirən qiymət hansıdır? 2A çıxaq 4 bərabər 0 olmalıdır. 2A bərabərdir 4. A da bərabərdir neçəyə? 2'yə. A-nın qiymətini 2 tapdım. Gətirib burada bax, mən burada qiymətin yerinə qoyuram. Elə bil Y bərabər olur. Y bərabər olur. Nəyə? 1 çıxaq 2A. 2 vuraq 2. X-in kvadratı. Sonra üstə gələk. 2 vuraq A. A-nın qiyməti neçədir? 2'dir də. 2 vuraq 2. Çıxaq 4. Vuraq x. Üstə gələk 3 vuraq 2. Çıxaq 2. Bu bərabərdir. Burada elədir. -3 x-in kvadratı. -3 x-in kvadratı elədir. 4'dən bu 0'a getdi. 3 dəfə 2 6. 2 də çıxsaq 4. Üstə gələk 4 qalmış oldu. Tamam. İndi bizə nə deyir? Y oxu üzərində olduğu x oxunun kəsdiyi nöqtələri. Bax elə bir ki, bu bir funksiyadır. Mənim bu funksiyam necə olacaqdır? Funksiyam təsəvvür edin belə olacaqdır. Niyə görə belə olacaqdır? Çünki burada A bərabərdir -3'ə. Parabolanın qolları aşağı olur. Və bu nöqtələri harda kəsir? Bax bu nöqtələr orada kəsir ki, burada x-lər var, y-lər 0'a bərabərdir. Bax bu nöqtələrdə y 0'a bərabərdir. Mənim də funksiyam necədir? Y bərabərdir -3x-in kvadratı üstə gələk 4 şəklindədir. İndi 0 bərabərdir -3x-in kvadratı üstə gələk 4. Buradan 3x-in kvadratı bərabərdir 4'ə, x-in kvadratı bərabərdir
4 bölək 3-ə, x də bərabərdir müsbət mənfi kök altda 3-də 2. Demək, buradakı qiymət mənfi kök altda 3-də 2-dir. Buradakı qiymət müsbət 2 bölək kök altda 3-dür. Bunların hasilini deyir. Kəsdiyi nöqtələr bunlardır da. Elə bir ki, mənfi kök altda 3-də 2 vuraq, müsbət 2 kök altda 3. Kök altda 3, kök altda 3-ə vursam, müsbət 3 eləyər. Müsbəti mənfiyə vuranda mənfi 3-də 4 eləmiş olur. Mənfi 3-də 4 hansıdır? C variantı. Növbəti sualımızla davam edirik. 16-cı sualımızdan davam edirik. Bunlar qəşəng suallardır. Düşündürücü suallardır. Ax kvadrat üstə gələk bx üstə gələk c funksiyasının qrafiki verilmişdir. Bizə nə deyir? Fx bərabər nəyə? Ax kvadrat üstə gələk bx üstə gələk c funksiyasının qrafiki verilmişdir. Buna görə c minus b bölək a bərabərdir sual. Burada da nə verib mənə? Burada da bunu verib. Bura fx'dir, fx. Burada x'dir, burada y'dir. Aha, buranı mənfi 6 veribdir, buranı da 2 veribdir. Bu qalsın yaddaşımda. İndi görək bizə nə deyir?